Salam əziz müəllimələr. Biz dedik ki, keçən dəfə didaktik prinsiplərdən danışdıq və dedik ki, məktəbə qədər təhsilin məzmununu müəyyənləşdirən didaktik prinsiplər aşağıdakılardır. Nəticə yönümlülük, uşaq yönümlülük, şəxsiyyət yönümlülük, inkişaf yönümlülük, tələb yönümlülük, varislik, inteqrativlik, Azərbaycançılıq və dünyəvilik və nəticə yönümlülük haqqında məlumat verdim. İndi isə sizlərlə daha sonra məktəbə qədər təhsilin məzmununu müəyyənləşdirən digər didaktik prinsipin hansı olduğunu danışacağıq. Demək, müəllimələr, məktəbə qədər təhsilin məzmununu müəyyənləşdirən digər didaktik prinsipimiz nəticə yönümlülükdən sonra uşaq yönümlülükdür. Gəlin görək, uşaq yönümlülükdə nə deyir? Uşaq yönümlülükdə deyir ki, uşaq yönümlülük təlim-tərbiyə prosesinin bilavasitə uşağın meyl və marağının, təhsil tələbatının ödənilməsinə, istedad potensialının reallaşdırmasına və inkişafına yönəldilməsidir. Deməli, uşaq yönümlülük nədir? Sanki biz uşaqlara seçim imkanı veririk. Uşaqların maraqları ön planda olur. Məsələn, tərbiyəçi müəllim ekskursiyaya gedəcəyini, hansı uşağın haraya istəməyini soruşursa, bu zaman hansı didaktik prinsipimiz reallaşdı? Deyəcəyik ki, uşaq yönümlülük. Nəyə görə? Müəllimələr, axı biz dedik ki, uşaq yönümlülükdə meyl və marağının, artıq meyl və marağını nəzərə alır. Məsələn, uşağın biri deyir, filan yerə gedək. Biri deyir, filan yerə gedək. Hər kəs özünə marağı dedimi? Müəllim uşağın nazı ilə oynayıb, onun marağını nəzərə alırmı? Hansı prinsipimiz reallaşır? Uşaq yönümlülük. Tərbiyəçi müəllim təsviri fəaliyyət zamanı deyək ki, tutaq ki, maket hazırlamalıdırlar. Cizgi filminin qəhrəmanlarının maketini hazırlayırlar. Maket bilirik ki, həcmli düzəldilmiş ilkin nümunədir. Tərbiyəçi müəllim uşaqlara bildirdimi ki, kim hansı cizgi filminin qəhrəmanının istəyirsə, həmin cizgi filminin qəhrəmanının maketini hazırlamalıyıq. Bu zaman hansı didaktik prinsipimiz reallaşır? Əlbəttə ki, uşaq yönümlülük. Didaktik prinsipimiz reallaşır. Nəyə görə? Çünki onların marağına uyğun olur. Yəni uşaqların. Həmçinin uşaq yönümlülükdə tərbiyəçi müəllim uşaqlara seçim imkanı verir. Artıq burada seçim imkanı verdimi ki ona? Hamı özünə maraqlı gələni hazırlayacaq. Və ya burada bir də demişdik ki, istedad və potensialının reallaşmasına və inkişafına yönəldilməsi. Burada deyə bilərsiniz ki, müəllimə, marağını başa düşdük. Bəs potensialın inkişafı nədir? Potensialının inkişafı sanki o uşaqda olan bir istedaddır. Məsələn, Elvinin yaxşı rəsm çəkmək qabiliyyəti var. Müəllimə rəsm müsabiqəsinə Elvini göndərdi. Müəllimə hansı didaktik prinsipi reallaşdırdı? Deyəcəyik, uşaq yönümlülük. Nəyə görə? Çünki onun potensialının inkişafına yönəldi artıq. Potensial nə idi müəllimələr? Potensial onda, yəni uşaqda mövcud olan bir istedaddır, bir qabiliyyətdir. Artıq müəllim onu inkişaf etdirdimi, onun potensialını nəzərə aldımı? Baxın, bu uşaq yönümlülükdür. Deməli, müəllimələr, uşaq yönümlülük necə oldu? Maraq tələbatları ödənildi.
istedad və qabiliyyətləri inkişaf etdi. Deyirik ki, müəllimə Nigarın hesablama qabiliyyəti yaxşı olduğu üçün hesablamanı Nigara tapşırdı. Müəllimə hansı didaktik prinsipi reallaşdırdı? Deyəcəyik ki, uşaq yönümlülük nəyə görə? Çünki onun potensialının inkişafına yönəldi və ya müəllimə lövhəyə 5 dənə şeir adı yazır və uşaqlara bildirir ki, kim hansı şeiri istəyirsə gəlib onu danışsın. Burada, əziz müəllimələr, uşaqlar özünə maraqlı gələni gəlib danışacaqmı? Artıq müəllimə uşaqlara seçim imkanı verdimi? Müəllimə uşaqların marağını nəzərə aldımı? Bu zaman hansı didaktik prinsipimiz reallaşacaq? Əlbəttə, uşaq yönümlülük didaktik prinsipimiz. Müəllimə oyuna keçməzdən əvvəl uşağa bildirmək istəyir ki, kim hansı oyunu istəyir? Bu məşğələ o oyundan istifadə edək. Hər kəs özünə maraqlı gələni deyirmi? Bu zaman hansı didaktik prinsipimiz reallaşacaq? Bəli, uşaq yönümlülük didaktik prinsipimiz reallaşacaq. Uşaq yönümlülük budur, əziz müəllimələr. Marağı nəzərə alınır, onda onun potensialı inkişaf etdirilir. Bir növ uşaqlara seçim imkanı veririk. Biz müəllimələr işlədiyimiz müddətdə artıq uşaqların dəyərləndirilməsini öyrənmişik. Həmçinin diaqnostik dəyərləndirmə uşaq yönümlülükdür. Dəyərləndirmə bildiyimiz kimi 2 yerə bölünür. Diaqnostik dəyərləndirmə, inkişafın izlənilməsi, yəni formativ dəyərləndirmə. Müəllimə yeni gələn uşağa diaqnostik qiymətləndirmə aparmır. Bu zaman hansı didaktik prinsip pozulur? Əlbəttə uşaq yönümlülük. Çünki diaqnostik dəyərləndirmə ilkin dəyərləndirmədir. Yəni uşaq burada nəyi bilir, nəyi bilmir, digərlərlə müqayisədə necədir? Artıq diaqnostik dəyərləndirmə qiymətləndirmədə aydın olur. Burada da diaqnostik dəyərləndirməni aparmırsa, uşaq yönümlülük didaktik prinsipimiz pozulur. Uşaq yönümlülükdə həm marağına uyğun olmalıdır, həm potensialını inkişaf etdirilməlidir. Həmçinin dedik ki, diaqnostik dəyərləndirmədə uşaq yönümlülük didaktik prinsipidir.